Səhv məndə oldu ki, mən ona reaksiya verdim. Sən idmançısan. Sənə açıq profildən yazdım. Mənə bax, sən idmançısan. Yox, Niyə Allah səndən danışa şahid yox. Hansı əmələ görə səndən danışa bilməzdim belə? Hansı əməlimə görə? İdmançı ilə ancaq. Belə çıxır, idmançılar danışır, kişilərdən üzdə. Bəli, əgər bir adam çox güclüdürsə, onunla belə danışmağı risk eləməzsən. Sənin hansı şeyə görə səndən risk eləməzdim danışmağa? Ya sən nə, qardaşlar nə yeyirsən, nə içirsən belə, o belə da. Sən Mən də belə içirəm. bir kişinin kişiliyi mənim gücü iləndir. Yox, danışa bilməzdinsə, yəni danışa bilməmək kimlə qorxarsan danışmağa? Səndən güclü olan bir şəxslə. Mən yox, mən heç vaxt qorxmaram məndən güclü olan şəxsdən. Heç kəsdən qorxmursan? Allahdan qorxuram. Cənab prezident gəlib səndən üzbəyiz danışsa qorxmayacaqsan ondan. Kim məndən üzbəyiz danışsa? Cənab İlham Əliyev. Cənab İlham Əliyevin oğlu Heydər Əliyev səndən üzbəyiz danışsa qorxmayacaqsan. Burada problem var ki. Sən başqa şeylər qarışdırırsan. Sənin başdan ayağa kişiliyində problem var. Sənin şəxsiyyətində problem var. 10 dəqiqədən sonra Instagramda görəcəksən kimdə nə problem var. Sənin şəxsiyyətində babaq problem var. Sual verirəm sənə. Deyirsən ki, Allahdan başqa heç səndən qorxmuram. Cənab Cənab prezidentimiz səninlə danışsa qorxmayacaqsan ondan. Bir dənə yoxdur nəndə. Yox. Qorxmursan cənab prezidentdən. Yox, niyə qorxuram ki? Heç qorxmursan, deyən ürəyin istədiyin kimi onu kişilikdən danışa bilərsən. Səbəb nədir? Niyə qorxum? Onu mən izah elə. Niyə qorxursan? Bəli, niyə səbəb? Niyə qorxmalıyam? Yəni səndən də o böyüdür də yəni. Necə qorxmuyorsan? Səndən daha güclü. Sən orada qorxursan danışmağa. Kimlə? Orada da qorxursan. Mən heç kəsdən qorxmuram. Sənin qorxduğun Allahdan da qorxmuram. Deməli sən eşidirsən. Yox, eşitmirəm. Problemin var da özündə. Eşitmirəm. Eşitmirəm. Özünlə inanmaya bilərsən. Eşitmirəm. Eşitmirəm. Mən necə eləyim? Vallahi mən bağlamıram səsi. Səsin bağlanmıydı. Sual verdin, eşidirsən, mən dedim eşitmirəm. Görsən IQ səviyyən çatmırsa, mən sənə niyə deyirəm eşitmirəm? Elə bilirəm ki, eləməsə bağlanıb doğrudur. Çünki IQ səviyyə yoxdur, jeton gec düşür. IQ güclü olanda mən o sözü niyə dediyimi anlayacaqdım, misal üçün qabaq. Sənin IQ-ü IQ hesab eləyənlər var ha. IQ nədir deyə bilərsən? IQ nədir? IQ sənin başına. Sən məndən IQ-dən danışanmazsan. Sadəcə mən sənin kimi setqi adamlardan ehtiyat eləyirəm. Rahat danışa bilmirəm. Sənin başın üçün də məndən kişi kimi üzbəüz oturasan. Prosta mən ehtiyat eləyirəm də sənin qıraqdasan, mən buradayam. Səndən fərqli olaraq öz ölkəmdəyəm. Məndən fərqli olaraq öz ölkəndəsən, nə dəyir? Necə? Nə dəyir? Öz ölkəndə nə dəyir? Çox şey dəyişir, çox şey. Nə dəyişir? Çox şey dəyişir. Sən orada rahat çərənləyə bilirsən. Ehtiyasız, səviyyəsiz, ağzıma gələn danışa bilirsən. Sən məndən danışırsan, başqa adamları gətirib çıxartsa ortağı. Sən fikrin nədir, nə eləmək istəyirsən ki? Nə eləmək istəyirəm? Cənab prezidentlə istədiyin kimi danışıram dediyi görə sənin haqqında ayrıca bir video çəkəcəm. Danışdığın sözdə ayrıca qoyacam ki, yəni prezident kimdir ki, mən ondan istədiyim kimi danışaram. Sən mənim prezidentimə, mənim ali baş komandanıma qarşı sən, Azərbaycanda heç bir oğul onunla istədiyi kimi danışa bilməz. Qabağında məni görür. Sən gülürsən, görə axırda kim necə gülür. Görəcək axırda kim necə gülür. Sən desən ki, cənab prezidentlə istədiyim, bütün dünya prezidentləri bizim prezidentlə danışanda ehtiyatla danışır. Sən deyirsən ki, mən cənab prezidentlə istədiyim kimi danışaram, gəl görə axırda kim gülür. Setqa, sən kimdən maaş alırsan belə? Anası Göyçək, heç kəsdən almıram, işləyirəm. Gördün. Gördün, qabaqcadan Setqa dedim mənə. Mən sənə hələ də təhqir istifadə eləməmişəm. Gördün, kişiliyin çatmadı, söz söyləyim. Gördün, kişiliyin çatmadı. Hələ də mən sənə qarşı təhqir eləməmişəm, Setqa zat deyirsən. Mən indi birazdan Instagramda... Sən şantaj eləyirsən, xəbərin var video. Nə edirəm? Nə qədər baxırsan öz video. Uşaqlar, bunun şəkilləri var. Var, bir dənə baxın, görün şəkilləri var. Videom da var. Bir dənə o şəkillərini götürün, mənə təzili canını bağlayıram. Canını bağlayıram. Videom da var, şəkilim də var. Sən səbirli olsan deməyə ehtiyac yoxdur. Hə, nə olacaq ki? Aydın şəkillərini götür mənə, təzili. Nə olacaq ki? İndi 5 dəqiqə gözlə canını bağlayıram, görəcəksən, heç uzatmayacam sənsin. Sənin o inanmadığın Allah var ha. Sənin o inanmadığın Allah. Ya, ok, əla. Tapşırdım o sənə. Sən onu məşğul olacaqsın.